Çində yediyim soxulcandan, qırxayaqdan sonra bunlar bilirsiniz nə idi? Mədən bildiyiniz bayram edirdi. Bura Əhmədlidə yerləşən Köz Bağça restoranıdır. Menyudan special pizza sifariş etdi. Çox qeyri-adi idi. İlk dəfə beləsini yeyirdim. Üzəri sanki alman dönərinin tərkibi idi. Xırçıltılı, ləzzətli bir pizza idi. Növbəti sifarişimiz qarışıq kabablar oldu. Kabablara söz yox, pambıq kimi bişmişdi. Bastırması da ləzzətli idi. Xüsusilə Adana kababını çox bəyəndim. Məzə olaraq haydari, acılı əzmə və humus seçmişdik. Kababın yanında verilən pendirli pidələr ilə humus çox əla gedirdi. Növbəti sifarişimiz isə beyti dürüm idi. Təsəvvür edin, qiyməti cəmi 8.90 idi. Videonun sonunda ümumi hesabı da göstərmişəm. Beyti yaxşı idi, porsiyası isə bol idi. İskəndər dönərləri də porsiyası bol, qiyməti münasib, özü isə ləzzətli idi. Buradakı dönər yarpaq dönərdir, təp-təmiz ətdən istifadə edirlər. Bir də xırçıltılı badımcan salatını mütləq qeyd etməliyəm. Yediyim ən dadlısı məncə elə burdadır. Soyuq halda belə xırçıltısı itməmişdi. Məclisimizi yekunlaşdırmaq üçün türk baklavası, künefə və çay sifariş etdik. Ümumi olaraq buradan çox razı ayrıldıq. Yeməkləri ləzzətli, servisi əla, ab-havası da gözəl idi. Terası da var, 2 mərtəbədən ibarət, tamamilə ailəvi bir məkandır. Qeyd edim ki, servis haqqı da yoxdur. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.